Çox gözəl, təmirli, tam əşyalı, 4 otaqlı, kubçalı, 150 kvadrat ölçülü bir mənzildəyik. 16 mərtəbəli binanın 7-ci mərtəbəsində gördüyünüz bu möhtəşəm təmirli mənzil təcili olaraq dəyərindən ucuz qiymətə bütün əşyalarla birlikdə xaricə köç səbəbi ilə satılır əziz izləyicilərimiz. Mən mənzili sizlərə təqdim edəcəm. Təqdimatdan öncə kanala abunə olub videonu bəyənməyi unutmayın dəyərli kanalımızın abunəçiləri. Burada mənzilimizin giriş hissəsi yerləşir. Baxın, belə bir giriş hissəsi var. Çox gözəl təmir olunmuş, zövqlə, dəblə təmir olmuş bir mənzil. Qanuni 4 otaq 150 kvadrat ölçülü bir mənzildir. Dəhliz hissəni görürsünüz, bu şəkildədir. Qranit mərmər olan hissələr istipolla təchiz olunub. Tam yelçəkər bir mənzil. Giriş qapımız, birinci sanitar qovşağımız, yataq otağımız, qonaq otağımız, mətbəx hissəsi, çox gözəl mətbəx hissəsi. Burada isə 2 yataq otağı, ayrı bir yataq otağı yerləşir. Dəhliz hissəni gördüyünüz bu şəkildədir. Keçək sol hissədən. Sol hissədə burada qardirob hissə yığılıb. Hər yerdə kondisioner mövcuddur. Burada birinci yataq otağı yerləşir. Burada əsas yataq otağımızdır. Döşəmə parketdən istifadə olunub. Qaz, su, işıq təminatı fasiləsizdir. Yataq otağının pəncərəsi tam vitrin pəncərədir. Baxın, bu şəkildədir. Eyvana çıxış hissədə mövcuddur. Bu şəkildə birinci yataq otağını sizlərə təqdim edelim. Gördüyünüz bütün əşyalar yenidir. Heç demək olar ki, istifadə olunmayıb. Burada mənzilin yataq otağının daxilindəki sanitar qovşağı yerləşir. Lazım olan aksesuarlarla təmin olunub. Keçək digər hissələrlə tanış olaq. Burada mənzilin geniş bir böyük yataq otağı yerləşir. Dəyərli izləyicilərimiz, baxın, çox genişdir. Bəzi evlərin qonaq otağı ölçüsü boydadır. Burada da lazım olan əşyalar hamısı var və hamısı da evdə qalacaqdır. Nərimanov metrosunun düz yaxınlığındadır dəyərli izləyicilərimiz. 16 mərtəbəli binanın 7-ci mərtəbəsində qiymət də əla qiymətdir. Qiymət də sizlərə qeyd edəcəm. Baxın, giriş qapıdan daxil olan kimi burada belə bir açarlı güzgülü hissə var. Bunu gördünüz. Burada mənzilin ikinci sanitar qovşağı yerləşir. Biri yataq otağının daxilində, birində isə ümumi sanitar qovşağıdır. Burada yerləşir. Burada da lazım olan aksesuarlar tam şəkildə təmin olunub dəyərli kanalın abunəçiləri. Keçirik. Burada mənzilin gözəl bir mətbəx hissəsi var. Baxın, həqiqətən çox gözəl təmir olunub. Bahalı, keyfiyyətli mətbəx mebeli təchiz olunub. Üzəri mərmərdir. Burada mənzilin mətbəxinin paltar yuyan maşını Bosch firmasına məxsusdur. Burada qab yuyan maşın, bu da Bosch firmasına məxsusdur. Baxın, hamısı keyfiyyətli texnikalardır. Mətbəxdən eyvana çıxış hissə mövcuddur. Bu şəkildə sizə baxış istiqamətində göstərim. Baxın, belə bir gözəl mətbəx hissə var. Çox sakit yerdədir, sakit binadır. Ərazinin ən keyfiyyətli binalarından biridir. Qazı, suyu, işığı, kubçası, 2 sürətli lifti var. Burada isə mənzilimizin ən gözəl hissəsi olan qonaq otağıdır. Baxın, dəyərli izləyicilərimiz, buradan da eyvana çıxış hissə mövcuddur. Baxın, burada gördüyünüz bütün əşyalar mənzildə qalacaq. Heç bir avadanlıq, mebel, texnika evdən götürülməyəcək. Alqı-satqı günündə mənzilin açarı veriləcək, köçüb yaşayacaqsınız. Burada isə mənzilimizin gözəl qonaq otağıdır, dəyərli izləyicilərimiz. Bunu da sizlərə təqdim elədim. Keçək indi digər hissəsi olan 3-cü yataq otağına. Baxın, burada isə mənzilin 4-cü otağı olan 3-cü yataq otağı yerləşir. Burada da hər bir avadanlıqlar var, dəyərli izləyicilərimiz. Yalnız bu otağın kondisioneri yoxdur. Əsas soyutma sistemi orada qurulub. Baxın, yataq otağında da televizor olsun, yataq dəstəsi olsun, hamısı qurulub make-up masasına qədər. İndi mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm dəyərli izləyicilərimiz. Bu möhtəşəm mənzil haqqında ümumi məlumat. Mənzilimiz Nərimanov metrosunun çıxışında yeni tikili 16 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 150 kvadrat qanuni 4 otaqlı, kubçalı, əşyalı mənzildir. Qiymət aşağıda qeyd olunacaq. Real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.